Salam, hər birinizi xoş gördük. Bugün biz sizinlə 4-cü sinif riyaziyyat dərsliyimizin ikinci hissəsində olan ümumiləşdirici tapşırıqlar işləyəcəyik. Pul mövzusundan sonra olan ümumiləşdirici tapşırıqlarımızdır. Gəlin baxaq birinci tapşırığımıza. Pul qabındakı məbləğləri adi və onluq kəsrlər şəklində manatla ifadə edin. Biz əvvəlcə burada nə etməliyik? Biz əvvəlcə burada nə edəcəyik sizlə? Hər bir pul qabının içindəki pullara baxacağıq. Gəlin baxaq. 5 manat üstəgəl 1 manat bərabərdir 6 manat. Bu da 50 qəpik, 50 qəpik, 7 manat. Sonra 20-25 qəpik. 7 manat 25 qəpik bərabərdir nəyə? 7,25-ə. Həmçində deyir ki, adi kəsrlə də göstərin. 7,25. Sonra ikinci pul qabına baxırıq. Burada nədir? Burada isə İkinci pul qabımızda isə 50, 50, 50. Deməli 1 manat 50 qəpik puldur. 1 manat 50 qəpik, 3 dənə də 20 qəpiyimiz var. Bu eləyəcək neçə? 60 qəpik. Deməli 1,50 üstəgəl 60 qəpik bərabərdir nəyə? 2 manat 10 qəpiyə. Yəni 2,10-a. Biz onu adi kəsrlə ifadə eləsək olacaq 2,10. Onda bir də %10-la eyni sayılır. Eyni yəni qiyməti verir bizə. Üçüncü pul qabımızda isə biz görürük 10 manat var. Sonra 50 qəpik. 5 qəpik 3. 5, 8, 11 qəpik. 61, 50 qəpik deyə olacaq. 61 qəpik. Deməli 10 manat 61 qəpik olacaq. 10 tam %nə? 61. Onluq kəsrlə ifadə etsək olacaq ki, 10 tam %61. Bax belə. İndi biz sizlə keçəcəyik nəyə? İkinci tapşırığımıza görək burada bizə nə deyir? İkinci tapşırıqda bizə deyir ki, hər məbləği 3 müxtəlif üsulla, manat və qəpiklərlə düzəldir. Bu məbləğləri ən az neyin? Ən az sayda pulu necə düzəltmək olar? Gəlin əvvəlcə burada biz özümüzə bir qəşəng yer açırıq. Özüm də sildim. Çaşıb. Bütün mümkün variantlarımızı özümüz üçün qeyd edək. Deməli, birinciyə baxırıq. 0,75-dir, düzdürmü? 0,75, 75 qəpik deyək də biz onu necə düzəldə bilərik? Yazarıq ki, birinci 50 qəp üstəgəl 20 qəp, o da üstəgəl 5 qəp, düzdürmü? Sonra ikinci necə düzəldə bilərik? 3 dənə 20 qəpik, 20 üstəgəl 20, üstəgəl 20. Bu oldu neçə? 60, o da üstəgəl 10 qəpik, o da üstəgəl 5 qəpik. Üçüncü necə düzəldə bilərik? Deməli, 50 qəpik, üstəgəl 20 qəpik, üstəgəl 3 qəpik, o da üstəgəl 1 qəpik, üstəgəl 1 qəpik. Burada deyir ki, ən az sayda hansı pulla düzəltdik? Birinci üsulla ən az sayda düzəltmiş olduq. İndi biz keçək nəyə? İkincini işləyək sizlə. Biraz pozanımızı biz böyüdək. Daha tez silmək üçün. İndi isə yenə də biz keçirik sizlə nəyə? İkinciyə. Bunu bayaq sildim, ancaq tam silinməmişdi. Gəlin baxaq ikinci ədədimizə. 1 manat 5 qəpik. Yəni 1 tam %5-dir də. Onda 5 olsa 50 qəpik deyərdik. İndi 1 manatı düzəltmək üçün biz burada nə edə bilərik? 1 manat üstəgəl elə 5 qəpik. Və yaxud da 50 qəpik üstəgəl 50 qəpik, o da üstəgəl 5 qəpik. Və yaxud da 50 qəpik üstəgəl 20 qəpik, üstəgəl 20 qəpik, üstəgəl 10 qəpik, üstəgəl 5 qəpik. 3 cür üsulla tapdıq və burada da təbii ki, ən az sayda birinci üsulla tapa bilərik. İndi keçək 3 manat 10 qəpiyə. 3 manat 10 qəpiyi biz necə işləyə bilərik? 3 manat 10 qəpiyi düzəldə bilərik. Bu qaldı burada. Bu niyə qaldı? 3 manat 10 qəpiyi biz düzəldə bilərik necə? Biz
Qələmimizi biraz balacalaşdıraq, bizdə çox yer tutur. Qələmimizi bir dənə vuraq, üstünə bir balacalaşsın. Aha. İndi biz nəyə yazırıq? 3 manatı. 3 manatı necə edə bilərik? Baxın, 1 manat, üstəgəl 1 manat, üstəgəl 1 manat, üstəgəl 10 qəpik. Və yaxud da burada yaza bilərik ki, 1 man, üstəgəl 1 man, üstəgəl 1 man, burada üstəgəl 5 qəpik, üstəgəl 5 qəpik. Bu üsulla tapa bilərik. Və yaxud da nə edə bilərik? 3 dənə 1 manat, sonra nə? 5 qəpik, 5 qəpik yox. 5 qəpik, 3 qəpik, 1 qəpik, 1 qəpik yazaq. 1 man, üstəgəl 1 man, üstəgəl 1 man, üstəgəl 5 qəpik, üstəgəl 3 qəpik, üstəgəl 1 qəpik və üstəgəl 1 qəpik. Təbii ki, burada da ən az sayda birinci variant oldu. İndi burada yer açaq özümüz üçün. Digərinə baxaq. 1 manat 50 qəpik. 1 manat 50 qəpik ən rahat düzəltmək üçün 1 manat üstəgəl 50 qəpik ola bilər. İkinci variantda 3 dənə 50 qəpik. 50 q üstəgəl 50 qəpik. O da üstəgəl 50 qəpik. Başqa cür necə olar? 50 qəpik, üstəgəl 50 qəpik, üstəgəl 20 qəpik, üstəgəl 20 qəpik, üstəgəl 10 qəpik. Burada da təbii ki, ən birinci hansı, ən az sayda hansı oldu? Birinci oldu. İndi gəlin biz buranı silək. Və sonra neyək? Keçək növbəti misal. Biraz misallarımız çox oldu, vaxt apardı. Amma yazmalıyıq biz bunları. Yazmalıyıq ki, və indi neçəsini yaza biləcək. Gəlin baxaq. 1 manat 50 qəpik yazdıq. İndi 5 manat 57 qəpik. Burada təbii ki 5 manat ola bilər. Bir dənə 5 manat ola bilər. Çünki 5 manatlıq özü var. Bir dənə 5 manat. Üstəgəl 50 qəpik. O da üstəgəl 5 qəpik. O da üstəgəl 2 o 1 qəpik. 1 qəpik. O da üstəgəl 1 qəpik. Sonra nə cür ala bilərik? 1 manat, üstəgəl 1 manat, üstəgəl 1 manat, üstəgəl 1 manat. 3, 4, 5 dənə 1 manatın üstünə gələrəm 50 qəpiyi. Sonra onun da üstünə gələrəm 5 qəpiyi. Sonra yenə 1 qəpik, 1 qəpik. Və yaxud da yenə də 5 dənə 1 manat, 1 manat, 1 manat, 3, 4, 5. Sonra nə edərəm? 20 qəpik, üstəgəl 20 qəpik, üstəgəl 10 qəpik. Üstəgəl yenə 5, üstəgəl 1, üstəgəl yenə 1 qəpik. Və burada da təbii ki, ən asan üsul, ən az sayda, bax bu birinci oldu. Yəqin ki, qeyd edəcəksiniz. İndi isə keçirik növbətiyə. Suallar çoxdur, qısa yazmaq istəyərdim, amma rahat yaza bilmirəm. Bəzən qısa yazıram, uşaqlar deyir ki, mənə birini yazdınız, biri qaldı və biz işləyə bilmədik, biz yaza bilmədik. Ona görə də mən məcburam ki, hamısına ayrı-ayrı bütün variantları deyim. İndi baxırıq hansına. 0-dan %5 manat, yəni 5 qəpik. 5 qəpik elə özü 5 qəpikdir və o 5 qəpik biz başqa cür onu ala bilmirik. Elə 5 qəpikdir. Çünki başqa o 1 qəpik, 1 qəpik, 1 qəpik bu formada da yaza bilərik. Bir dənə variantı oldu, amma ən rahat alınan təbii ki, bu birinci 5 qəpikdir. İndi sonuncuya baxırıq. 10 manat, 11 qəpik. Biz eləyə bilərik onu 5 manat, üstəgəl 5 manat. O da üstəgəl 10 qəpik və üstəgəl 1 qəpik. Və yaxud da ala bilərik 5 manat, üstəgəl 5 dənə 1 manat, 1 manat, 1 manat, 2, 3, 4, 5 və sonra üzərinə yenə 10 qəpik və üzərinə 1 qəpik gələ bilərik. Və yaxud da 5 dənə manatın, 10 dənə manatın 10'u da ya da belə də yaza bilərik. 5 manat, üstəgəl 5 manat, üstəgəl 5 qəpik, üstəgəl 5 qəpik, üstəgəl 1 qəpik. Və yenə də burada birinci aldığımız üsul ən rahat və ən tez, ən az sayda kağız və dəmir pullardan istifadə elədik. İndi bunu keçdik. Nəhayət bu tapşırığımız bitdi. İndi biz sizlə keçəcəyik növbəti tapşırığımıza. Aha, burada bizə nə deyir? Burada deyir ki, şəkildəki malların qiymətlərini onluq kəsirlə ifadə edin. Onların qiymətləri cəmini və fərqini tapın. Burada yenə aşağıda sizə özümüz üçün bir balaca ağardaq yer açaq. Siz qeydiyyatınızı aparın, sonra mən silərəm. 6 manat 30 qəpik, üstəgəl 3 manat 10 qəpik. Və biz bunu nə edəcəyik? Onluq kəsirlə ifadə edəcəyik. A variantı. Bura əvvəlcə mən A variantı yazım. 6 tam %30, üstəgəl 3 tam %10.
Cavab olacaq neçə? Burada 40, burada isə 9. 9 tam %40 nəyə bərabərdir? 9 manat 40 qəpiyə. İndi isə deyir ki, onların fərqini yazın. Yəni 6 tam %30-dan çıxacam 3 tam %10. Və burada olacaq 20, burada isə 3. 3 tam %20. İndi keçəcəm B variantına. Burada var 20 manat 10 qəpik və 25 manat 40 qəpik. Hər halda böyükdən kiçik çıxmalıyıq da. Əvvəlcə toplayaq. 25 tam %40 üstə gəl 20 tam %10. Qəpiklər toplanacaq, olacaq 50 qəpik. Bura isə olacaq nə? 45. 45 tam %50. Bunun çıxmasını da gəlin yazaq. 25 tam %40 çıxılsın 20 tam %10. Cavab bərabər olacaq nəyə? Qeyd edək bura 30 qəpik. Burada da olacaq 25-dən 20 çıxanda 5 manat. 5 tam %10. Keçirik C variantına. C variantında isə 12 manat 20 qəpik, 13 manat 50 qəpik. Gəlin baxaq. 13 tam %50 üstünə gələcəm 12 tam %20. Bura 70 qəpik olacaq. Bura isə 25 manat. 25 tam %70. Və bunu çıxmasını isə fərqini təbii ki, böyükdən kiçik çıxmalıyım. Yazacağım ki, 13 tam %50 çıxılsın nə? 12 tam %20. 50-dən 20 çıxacam 30, vergülümü qoyacam. 13-dən də 12 çıxanda 1 manat. 1 tam %30. Sonra indi buranı silirik səliqəli şəkildə. Və keçirik növbəti misalımıza. İnşallah ki, orada belə çox misal tələb edən olmaz, amma universitet tapşırıqda həmişə belə olur. Deməli, qalxırıq yuxarı. Bizə nə deyir? Aha, yenə deyir ki, onluq kəsirlə yazın və hesablayın. Yenə də burada biz ağartmalıyıq. Gəlin, ağardaq özümüzə boş yer açaq. Birinciyə baxırıq. Birincisi bizə deyir ki, 50 qəpik üstə gəl 2 manat 10 qəpik. Deməli, bu necə olacaq? Onluq kəsir yazın və hesablayın. Gəlin, hesablayaq. Əvvəlcə böyük olanı yazırıq. Olacaq neçə? 2 tam %10 üstünə gələcək 50 qəpik. Yəni 0 tam %50. Və cavab olacaq nə? Burada 60, burada isə 2. 2 tam %60. Sonra ikinciyə baxıram. 7 manat 7 qəpik üstə gəl 5 manat 50 qəpik. 5 tam %50 üstünə gələcəm 0 tam %70. %70 o %7. Hamısı silindi ki bunun. Birinci nonsda yazmışdım. Ona görə də ikinciden başladım. Deməli, burada səhv eləməyəydim. Aha. İkincini yazıram. Birincini yazmışdım. 5 tam %50 üstə gəl 0 tam %7. O da olacaq nə? Burada 57 qəpik. Burada da 5 manat. 5 tam %57. Üçüncüyə baxırıq. 90 qəpik. Yəni 0 tam %90 çıxılsın 0 tam %70. Və cavab olacaq 0 tam %20. Və yaxud da 10-da 2 deyə bilərik. Çünki 70 qəpikdir. Davam edirik. 65 qəpik çıx 22 qəpik. 0 tam %65 çıxılsın 0 tam %22. O da bərabər olacaq. 5-dən 2 çıxacam 3. 6-dan 2 çıxacam 4. 0-da öz yeri 0 tam %43. Sonra 1 manat 55 qəpik, 10 manat. Yəni 10 tam %55 üstə gəl 1 tam %40. O da olacaq. Qəpiklərimi toplayacağım. Burada 5, burada 9, vergül 1, 1. 11 tam %95. İndi mən buranı silim. Silim və yenidən ağardım. Digərlərini yazaq. Deməli, biz ağartdıq bu hissəmizi. İndi hesablayaq, misalımız davam edək. 3 manat 42 qəpik. Yəni 3 tam %42. Üstə gəl 1 tam %34. Bu da bərabərdir. 2 üstünə 4, 6, 4 üstünə 3, 7, 3 üstünə 1, 4. 4 tam %76. Sonra 1 manat 18 qəpik, yəni 1 tam %18 çıxılsın 10 qəpik. 0 tam %10. 18-dən 10 çıxanda burada qalır 8. Burada vergül 1-dən 0 çıxanda 1. 1-dən də 1 çıxanda 0, 1 tam %8 olur. Sonra 4 manat 44 qəpik. 4 tam %44 çıxılsın 0 tam %14. Çünki 14 qəpik. 4-dən 4 çıxacam 0, 4-dən 1 çıxacam 3.
və 4-dən də 0, 4 düşəcək aşağı, 4 tam %30 olacaq. Daha sonra 1 manat 20 qəpik yazacağım. 1 tam %20 üstə gəl 2 tam və 2 tamdır. Sonra üstünə bir dənə də gələcəm 60 qəpik. 0 tam %60 və xətt çəkəcəm. 60 olacaq burada 80 qəpik. 2-nin üzərinə 1 gələcəm, olacaq 3 manat. 3 tam %80, onluq kəsirimiz belə olacaq. 5 manat üstə gəl 1 manat 60 qəpik, üstə gəl 28 qəpik. Elə 61 qəpik ilə 28 qəpik toplasaq olacaq neçə? 89 qəpik. Ona görə də biz yazacaq bura 5 manat 5 tam yəni üstə gəl 1 tam %89. 89 il olduğu kimi düşsün. Aşağı 6 manat. 6 tam %89 olsun. Sonuncunu yazaq. 7 manat 8 qəpik. 7 tam onda 8 çıxılsın. 2 tam %50. Yəni onda 5. Bura 3. Burada 5. 5 tam onda 3. Tapşırığımız bitdi. Burada bizim üçün çox tələb eləyir. Keçir növbəti tapşırığa. Burada bizə göstərir ki, malın qiyməti var cədvəldə və biz cədvəli tamamlamalıyıq. Miqdarı var, malın adı var və bir vahidinin qiyməti var. Sonda biz ona uyğun vahidinə baxıb ona uyğun ya bölməliyik ya da vurmalıyıq. Gəlin baxaq. Karandaşın bir dənəsi 20 qəpikdirsə, elə 1-i 20-yə vuranda 20 olacaq. Bura 20 qəpik yazırıq. Elə 20 qəpik verməliyik. İkinciyə baxırıq. Deməli, məbləği 20 manatdır. Bir vahidinin qiyməti 4 manatdır. Və biz nə edəcəyik? Yine burada misalları yazın. Siz də qeydiyyatınız aparın. 20 20 böl 4 bərabər 5. Deməli, bakımızın miqdarı 5-dən olub. Sonra pomidorun miqdarı 5 kiloqramdır. Məbləği də 10 manat verib. Onu bölməliyəm 5-ə bərabərdir 2. Deməli, bir vahidinin, yəni 1 kiloqramının qiyməti 2 manatdır. Sonra pozanın bir vahidinin qiyməti 25 qəpikdir, məbləğ 75 qəpikdir. Onluq kəsirlərin bölməsini keçməmişik deyə belə yaza bilərik ki, 25 üstə gəl 25, o da üstə gəl 25, yəni 0,25-dən gedir söhbət. Deməli 3 dənə 25 oldu. Burada miqdarı 3 dənə olubmuş. Naqilə baxırıq. Naqilin miqdarı 3 dənədir və bir vahidinin qiyməti nədir? 0,3-dür. Ona görə də biz 0,3-ü 3 dəfə toplamalıyıq. Çünki vurmasını bilmirik. Ona görə 0,3, 0,3, 0,3. Bu da neçə eləyəcək? 0,9 və cavabı yazıram. 0,9. Daha sonra xiyara baxırıq. Deməli, xiyarın miqdarı 4 kiloqramdır və 1 kiloqramın da qiyməti 80 qəpikdir. Ona görə də biz nə edəcəyik? 4-ü 80-ə vuracaq. Olacaq neçə? 320. Olacaq qiyməti 3 manat 20 qəpik. Vurmasını biz keçməmişik. Ona görə belə yazıram. 3 manat 20 qəpik. Ya da 3 tam %20 də yaza bilərsiniz. Burada 0,9 yazdım. Burada yəni manatla ifadə olunub da. Ayrana baxırıq. Ayranın 2 litri miqdarıdır və ödəyib 2 manat 20 qəpik. Deməli 2 manat 20 qəpik biz bölməliyik əslində. Yəni 220-ni 2-yə bölməliyik. O da olacaq 110, yəni 1 manat 10 qəpik. 10 qəpik eləyəcək. Buraya yazırıq 1 manat 10 qəpik. 0,10 qəpik. Daha sonra elə bura 1 manat da yaza bilərik ki, mən onluq kəsirlə vermişəm. Bayaqki tapşırıq əsasən beynimdə o qalıb, amma burada manatla verə bilərsiniz siz tam. Bu da 5-ci cədvəlin izahı. Gəlin indi biz buranı yenə silək və keçək nəyə? Növbəti tapşırığımıza. Deməli, 6-cı tapşırıqda bizə nə deyir? Deyir ki, verilən miqdara əsasən bütün mallar üçün ödəniləcək məbləği ümumi olaraq hesablayın. Bir ədəd qələm 1 manat 3 qəpikdirsə, 2 ədədini tapmaq üçün nə edəcəm? 1 tam %3 ilə 1 tam %3'ü toplayacağım və alacağım ki 2 tam %6 manat yəni. 2 manat 6 qəpik. İkinci, 1 kiloqramı 3 manatdırsa 5'i vuracağım 3'ə bərabərdir 15 manat ödəməlidir. Sonra 1 litri 1 manat 20 qəpikdirsə 3 litrini tapmaq üçün vurma ilə yox, toplama ilə eləyəcəm. 1 tam %20, o da üstə gəl %20. Əslində bunu belə deyə bilərsiniz. 3 manat üstə gəl 20 qəpik, 20 qəpik, 20 qəpik. O da bərabərdir 3 manat 60 qəpiyə.
İndi biz keçəcəyik növbəti səhifəmizin izahına. Gəlin görək burada bizdən nə istəyir. Səbinə mağazadan 2 qələm və 3 dəftər aldı. Üstündə cəmi 1 manat olduğundan çatışmayan pulu o Lalədən istədi. Lalə Səbinəyə nə qədər pul verməlidir? Biz əvvəlcə burada nə edəcəyik? Baxacağıq ki, aldıqları nə qədərdir? 2 dənə qələm alıb. 2 dənə qələm deyəndə burada bir qələm 20 qəpikdir. Yazacaq 0,20 üstə gəl 0,20 bərabərdir 0,40. Bu bizim nəyimizin pulu oldu? Qələmimizin pulu oldu. Sonra isə dəftərə baxırıq. Dəftərin üstünə aldı 3 dənə. 0,5 yəni 50 qəpik. Üstə gəl 0,5. O da üstə gəl 0,5. Neçə elədi? 50, 50, 50. Oldu neçə? 1 manat 50 qəpik. İndi toplayacaq. Toplayacaq nəyi? 40 qəpik ilə 1,50 üstə gəl 0,40 neçə eləyəcək? 1,90. Və biz öyrəndik ki, Səbinənin də 1 manat pulu var idi. 1,90-dan çıxacam 0, daha doğrusu 1 manatı çıxacam. O da qalacaq yerdə 90 qəpik. 0,90 manat, yəni 90 qəpik Səbinəyə pul qaytarmalıdır. Səbinə Lalə Səbinəyə nə qədər pul verməlidir? 90 qəpik pul verməlidir ki, çatışmayan pulun üstünü düzəldi. Neynəsin? Həmin o sayda dəftəri və qələmi ala bilsin. Keçək 8-ci məsələmizə. Burada bizə nə deyir? Samir və Anar 1 manat ödəyib 2 eyni dondurma aldılar. Satıcı onlara 0,20 manat, yəni 20 qəpik qaytardı. Bir dondurmanın qiyməti neçə qəpikdir? Bunların pul qabısı nə qədər pul olduğunu bilmirik. 1 manat ödəyiblər və onlara 20 qəpik qaytarıb. 1 manatdan, yəni 1 manatdan 20 qəpik çıxanda qalacaq burada 80 qəpik. Və onlar 2 dondurmaya 80 qəpik verdiklərinə görə bir dondurmanın da qiyməti 40 qəpik. 40 qəpik üstə gəl 40 qəpik. Və bizdən soruşsa ki, bir dondurmanın qiyməti neçə qəpikdir? Bir dondurmanın qiyməti 40 qəpikdir. Keçirik 9-cu tapşırığımıza. Pul qabındakı 4 qəpikdən, qəpik puldan 3-ü eynidir. Pul qabında cəmi 1 manat 70 qəpik pul varsa, bu qəpiklər hansı qəpiklərdir? Uşaq 1 manat 70 qəpiyi düzəltmək üçün biz baxırıq ki, burada manat var və manatın da içində nə olur? 2 dənə eyni qəpik nədir? 50 qəpik olur. Yazaq bura 50 qəpik, üstə gəl 50 qəpik, o da üstə gəl 50 qəpik və üstə gəlinə bir dənə də 20 qəpik. Çünki 3 dənə 50 qəpik olacaq 1 manat 50 qəpik və bir dənə də 20 qəpik olacaq nə? 1 manat 70 qəpik. 1,7 yəni 1 manat 70 qəpik. İndi biz keçəcəyik sonuncu məsələmizə. 10-cu məsələmizə. Gəlin görək burada bizdən nə istəyir? 10-cu. Ailə davamı da var uşaqlar. Mən də deyirəm 10-cu. Burada əvvəlcə mən silim buranı. Deyir ki, anası Laləni marketdən ərzaq almağa göndərdi. Geri dönəndə yolda çek Lalənin əlindən suya düşdüyü üçün bəzi ədədlər görünmədi. Həmin ədədləri bərpa edin. Deməli, biz baxacaq çekin üstündə yekun məbləğ 18 manatdır və bir dənə burada yumurtanın qiyməti tamdır ki, 10 dənə yumurtanın birini 20 qəpikdən 2 manat pul verib. İndi baxırıq una. Unun miqdarı, yəni 2 kiloqramdır və yekun məbləğ olaraq 6 manat ödəyib. Və ona görə də biz burada 6-nı bölməliyik 2-yə, almalıyıq 3 manat. Deməli, unun miqdarı 3 manatdır. Bura 3 manat yazacaq. Sonra südə baxırıq. Südə miqdarını bilmirik. Qiyməti 1 manatdır və o ödəyib 2 manat. Deməli, 2-ni 1-ə böləcəyik. Bərabərdir neçə? 2. Deməli, südün də miqdarı 2 dənəymiş. Sonra isə burada yağın həm miqdarını bilmirik, həm də cəmi nə qədər pul ödəyib onu bilmirik. Ona görə də biz nə etməliyik? Bura qədər tapdığımız bütün pulları, yəni 3 manat, 2 manat oldu 5 manat və yumurtanın da miqdarının üstünə gəlirik. Olur neçə? 5 manat. Buradakı pulları toplayırıq da 2 manat, 6 manat və 2 manat. Yəni 8-10 manat. 10 manatı burada tapırıq və yekun məbləğ 18-dir. 18 manatdan 10 manat çıxanda yerdə qalır neçə? 8 manat. Yazaq bura 8 manat. Və bizə nə deyir burada? Deyir ki, qiyməti 4 manatdır. Və burada əgər 8 manat ödəyibsə, deməli 8-i 4-ə bölsəm neçə eləyəcək? 2. Deməli, yağı 2 paket alıb ki, 2 paket yağ alıb ki, 4 manatdan 8 manatda onu ödəyib. İndi keçək biz 11-ci məsələmizə. Görək burada bizdən nə istəyir? Pul qabındakı məbləğ şəkildəki hansı 2 mal almağa çatar? Bütün malları almaq üçün nə qədər pul çatmır? Əvvəlcə biz pul qabındakı pullara baxırıq. 1 manat, 1 manat, yəni 2 manat. Üstə gəl 50 qəpik, 50 qəpik, yenə 1 manat. O da üstə gəl 10 qəpik, 5, 5, 20 qəpik.
Deməli 20 qəpik. Deməli bizim nə qədər pulumuz var? 3 manat 20 qəpik pulumuz var, düzdürmü? Biz 1 manatla 2 manat 35 qəpiyəcək. Bu ikisini ala bilmərik. Yəni pul qabı ilə karandaşlar ala bilmərik. Deməli biz ala bilərik nəyi? Bloknot ilə, qeyd dəftəri ilə xəttkeş alarıq. Və onları ödəyərik nə qədər? 1.20-nin üzərinə gələrəm. 1.50-ni alınar 2 manat 70 qəpik. Yəni bizim 3 manat 20 qəpiyimiz var və bu ikisini ala bilərik. Və bizə deyir ki, əgər hamısını alsan nə qədər pulun çatmaz? 2 manat 70 qəpiyin də üzərinə gələcəm neçəni? 2 manat 15 qəpiyi olacaq. 4 manat 85 qəpik. Və 4 manat burada bir qalacaq. Və 4 manat 85 qəpikdən çıxacam nəyi? Mənim pul qabımda olan pul nə qədər idi? 3 manat 20 qəpik. O da olacaq burada 5, burada 6, burada da 1. 1 manat 65 qəpiyim çatmaz ki, mən bunların hamısını bir yerdə alım. İndi buranı pozuruq və keçirik nəyə? 12-ci məsələmizə. 12-ci məsələdə bizə nə deyir? Gəlin baxaq, görək bizdən nə istəyir. Deməli, baxırıq 12-ci məsələmizə. Elxan atası qiyməti 18.000 manat olan maşın aldı. O pulun yarısını ödədi. Yarısını ödəyəndən sonra demək qalan yarısı üçün də 1 illik kredit götürüb, şərtə görə də 1 il ərzində bankdan götürdüyü məbləğdən əlavə nə etməlidir? Onun %20 hissəsini ödəməlidir. Deməli, biz nə edəcəyik uşaqlar? Özümüzə yer açacaq əvvəlcə və yazaq. 18.000 manatının yarısı, yəni 2-yə böləndə 18.000-in yarısı olacaq 9.000 manat, düzdürmü? Atası 9.000 manatı ödəyir və qalıb 9.000 manat. İndi biz baxaq görək o 9.000-in üstündə əlavə nə qədər ödəməlidir ki, ikisini bir yerdə görək ödəyə biləcək yoxsa yox. Gəlin baxaq. 9.000-i neyniyəcəm? Ədədin hissəsini tapmaq üçün böləcəm 100-ə, vuracam 20-yə. O da eləyəcək neçə? 1800 manat. Daha sonra isə mən neyniyəcəm? Ödəməli olduğu 9.000-in üzərinə gələcəm həmin bu 1800-ü. O da olacaq neçə? 10.800. Burada mən artıq yazmışam. Bu silsəm hamısı silinəcək. Aha, 1800. Və mən burada 9.000-in üzərinə gələcəm nəyi? 1800-ü. Yenə də çox yazdım. 1800 yazacağım və o da bərabər olacaq nəyə? 10.800-də, düzdürmü? Sonra mən nəyə baxacağım? 18.000 manat olan maşını alır və pulun yarısını da ödəyib. İndi biz baxırıq ki, Elxan atası banka 1 il ərzində cəmi nə qədər pul ödəməlidir? Cəmi nə qədər pul ödəməlidir? 10.800 manat ödəməlidir. İndi biz baxırıq sonuncu məsələmizə. Gəlin buranı silək. Burada bizə nə deyir? Burada deyir ki, 13-cü məsələdə bank 1 illik krediti məbləğdən əlavə onun %18 hissəsini geri qaytarmaq şərti ilə verir. İş adamının bir ayda gəliri 15.000 manatdır, xərci isə 10.000 manatdır. Onun aylıq qazancı dəyişməzsə, bankdan götürdüyü 50.000 manat krediti bir illərdə nə qədər qaytara bilərmi? Biz birinci nə etməliyik? 50.000-in %18-ini tapmalıyıq. Deməli, yazırıq ki, 50.000 böl 100 vur 18. O da bərabər olacaq nəyə? 9.000-ə. Yazırıq bura 9.000. 9.000 manat. Daha sonra biz nə edirik? 50.000-in üzərinə gəlirik onun faizini, yəni 9.000-i. Cavabımızı alırıq ki, 59.000 manat. Sonra isə uşaqlar, burada əsas məsələ. Burada nə etmək lazımdır? Biz baxırıq nəyə? Burada bizə deyirdi ki, qazancı nə qədər olur? Yəni 15.000 manat gəliri var iş adamının və 10.000 manat da xərci var. Mən nə etməliydim ona görə? Burada 15.000-dən çıxmalıyam 10.000-i və almalıyam 5.000 nə? Qazanc. Qazanc. Yəni iş adamının qazancı bu qədərdir, bir ayda 5.000-dir. Və bir ildə nə qədər olduğunu tapmaq üçün
mən nə edəcəm? 5000-i vuracam 12-yə və alacam neçə? 60.000 manat. Deməli, iş adamının qazancı, xərcindən başqa il ərzində 60.000 manat əlavə qazancı qalır. Və o da banka nə qədər ödəməlidir? 59.000. Və biz sonra nə edirik? Müqayisəmizi aparırıq. Gəl müqayisə ilə burada yazın. 59.000 buradadır. Digəri isə 60.000 də bunun xeyridir. 1, 2, 3, 4, 5. Təbii ki, 60.000 59.000-dən böyükdür. Deməli, iş adamı bankdan götürdüyü 50.000 manat krediti bir il ərzində onun faizi ilə birlikdə geri qaytara bilər. Bu mövzumuz da bitdi. Biraz yorucu da olsa, səsimə də görə üzrlü sayın. Ardıcıllıq pozulmasın deyə xəstə olsam da çəkdim. İnşallah yararlı oldu. Növbəti videolarımızda görüşənədək hələlik.